Verilişin baş sponsoru Hacı Ceylon Çayları. Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Qapımızı deyil, qəlbimizi döyənlər buyursun deyirik və sizin hər birinizi Xəzərin sahilinə dəvət edirik və Xəzərin sahilindən sizi salamlayırıq. Bugün Xəzərin sahilində fərqli bir ruh olacaq. Bugün Xəzərin sahilində olan bir insanın həqiqətən düşüncələri, həqiqətən illər boyu yazdıqları hər birimizin qəlbimizə sirayət edib. Mən öz həyat hekayəmin baş qəhrəmanıyam və mənim içimdə bir proqram var. O proqramdır ki, orada 70 ildir Seyran Səxavət senarisi yazılır və Seyran Səxavət senarisi hələ davam edir, çünki başroldayam və nə zaman o bitəcək, ondan mən də olmayacam deyir. Yazıcı, şair, dramaturq, tərcüməçi Seyran Səxavət bugün Xəzərin sahilindədir. Hər birinizin adınızdan mən də salamlayıram. Seyran müəllimə, xoş gəlmişsiniz. Aleyküm salam, xoş gördük. Nətərsiniz, necəsiz? Laf yaxşıyam. Mən pis olmuram. Hə, heç vaxt pis olmursunuz? Olsam da boynumu almıram. Necə eləyirsiniz ki, pis olmursunuz? Bilirsiniz, o biraz şükranlıqla bağlı şeydir. Mən fanat, dinçi deyiləm, mən Allah'ımı sevirəm. Axı, siz özünüz indicə qeyd elədiniz, o senari. O senarida nə varsa odur da. O senarinin el içində bir adı da alın yazısıdır, düzdür. Özdə həyatda yoxa öyrəşmək lazımdır. Ağıra da öyrəşmək lazımdır, ağır günə. Bilirsiniz? Çünki həyat, o elektrokardioqramma var, ürəklə bağlı. Yəqin hamı onu bilir. O elektrokardioqramma kimidir. Heç vaxt düz xəttinlə üfüqi inkişaf eləmir. Qalxır və emir. Qalxanda yaxşıdır, bütün dünya ayaqlarının altında, əladır. Yenəndə pisdir. Ona görə də qalxanda da gözəldir, yenəndə də gözəldir. Ona görə də mən həmişə yaxşı oluram. Baxmayaraq, yenirəm və qalxıram. Eniş yoxuş dediyiniz bu həyatda enişə bəzən dözmürük. Ağıl, şuur və ruh. Bunlar bir-birinin qarşısında mübarizə aparır. Fərqindəsən ki, bu enişin bir ucalmağı da var. Amma sən ruhən buna hazır deyilsən və yaxud da gücsüzsən, dözə bilmirsən. Belə olduğu təqdirdə, bax, deyirsiniz həyat eniş yoxuşdur, amma düz xət boyunca siz o enişi yoxuşu qəbul edə bilirsiniz. Bilirsiniz, o müvazinət deyilən bir məsələ var. Müvazinəti gərək saxlaya biləsən. Laf, üzü yuxarı qalxanda da, enəndə də. Məsələn, tutaq ki, bax, elə deyim ki, dinləyicilər üçün də məlum olsun da, üzü aşağı dağla bərk qaçmaq olmasa yıxılarsan, parça-parça olarsan. O müvazinəti necə gözləyirsən, yəqin ki, hamımız dağdan aşağı düşmüşük də, qaçan vaxtımız da olub. Bax, həyatda da elə gözləmək lazımdır. Gözləmədinsə, biraz işlərin fani olar, pis olar, çətin olar. O da gözləmək də bilirsiniz, o da el adam var gözləyənmir də, ona hazır deyil. Siz bəyək doğru vurğuladınız. Hazır olmuruq. Ona görə hazır olmuruq ki, bizim üçün hər şey gözlənilməz olur. Zəhmət olmasa biraz da gözləyək ki, sabah, bir saatdan sonra nəsə olacaq. O mühüm şeyləri heç kəs bilə bilməz. O Allahın kompetensiyasına aiddir. Amma elə şeylər var ki, onları biz bilməliyik, oxumuşuq, dünya görmüşük, dünyanı gəzmişik, televiziyada çıxış eləmişik, yazıcı olmuşuq, aparıcı olmuşuq, operator olmuşuq. Axı ki, bu təcrübənin bir xeyri olmalıdır, deyil, olmalıdır. Bax, verişdən öncə Xəzərin sahilində gəzdiniz. Əslində, bütün qonaqlarım həmişə Xəzərin sahilində öncə gəzir, Xəzərlə təmasda olur, daha sonra bax bu kürsüdə əyləşir. Bu səbəbsiz deyil. Çünki birbaşa təbiətlə, dənizlə münasibətdə olub və bütün ruhların, bütün hissiyatların, bütün düşüncələrin hər birinin açıldığı bir məqamda biz qonağın iç dünyasına daxil oluruq. Bugün Seyran Səxavətin əhvalı necədir? Xəzər ona nəyi dedi, qulağına nə pıçıldadı?
O Xəzərə nə dedi? Xəzər qulağıma pıçıldamadı, çünki onunla aramız açıqdı. Biz o pıçıldayıb bir 50 il qabaq, 55 il qabaq pıçıldayırdı. İndi aramız açıqdı, bərddən danışırdı. Hə, ki çoxdandır görülmürsən. Mən də ürəyimdə bir bənd, çoxdan yazdığım Küləklər Dalğalar adlı şeirdən bir bənd dedim. O saat məni xatırladı. Deyəsən məni görən kimi tanımamışdı. O bənd belə idi ki, təbiət hirslənər, yolundan qalar. Dənizin əsəbi gərilər yenə, sahilə çırpılıb ölən dalğalar. Dənizlə qovuşub dirilər yenə. Bunu deyən kimi məni tanıdı, dedi, hə, sən bir sarı oğlanıdın, şimal oğlanıdın, yadıma gəlir. Çünki bu şeirin haradası bir 45-50 yaşı var. Yəni bizim diyalogumuz alındı, amma pıçıltı ilə yox. İndi bax o sarı oğlanla, o qəşəng oğlanla bugün ağ saçlı və qəşəng kişinin arasında nə qədər fərq var? Elə cavan, sarı, şimal oğlanla saçları ağarmış bir kişinin arasında nə boyda, hansı marşrutda, hansı istiqamətdə fərq varsa, o boyda da fərq var. Amma fərq var, təbii. Sadəcə o vaxt lap cavan idik, 19, 20, 21, 22 bu yaş, bu o nüvə başlığı kimi bir şeydir. Ruslar yaderini bayaqalovka deyir. Sadəcə indi bir şey biraz yerində qalıb ki, açığı. Ruh, siz 2 yaş var da, hörmətli Fəxriyə xanım. Bəli. Bax indi sən məni görürsən, bu Seyran diyor ki, bu onun qabıdır, taradır bu. Tara, qab. O ruh, Seyran içərdədir, elədir mi? Bizdə 2 kalender var. Bu taranın yaşı, bir də ruhun yaşı. Ruhan mənim yaşım biraz ləng gedir. Eşitdiyimə görə 40 yaşınız var. Təxminən 40. Təxminən elə təxmin eləyirəm ki. Hərdən qanım qara olanda bir ictimai əhəmiyyətli nəsə qanqaraçılıq olanda uzağı 42-yə 45-ə vurur, sonra yenə baxın səndən oturmuşam, keyfim yaxşıdır, 40-dır. Seyran Səxavətin kefi nə zaman yaxşı olur? Nə qaldırır onun kefini? Dostlarla bir yerdə oturmaq, Aha. ondan sonra ondan yuxarı heç nə yoxdur mənim üçün. Orta məktəb yoldaşlarım o ovqatın ən yuxarı zirvəsində dayanır. Biraz aşağıda universitet yoldaşlarım dayanır. Biraz da Hələ də aşağı. ünsiyyətiniz var onlardan, eləmi? Əlbəttə ki, əlbəttə ki, əlbəttə ki. Ünsiyyətsiz, ünsiyyət məni yaşadan hava nə qədər vacibdirsə, ən vacib havadır da. 3 dəqiqə, 2 dəqiqə hava olmasa o dünyalıq olur adam. Hava nə qədər vacibdirsə, mənim üçün ünsiyyət o qədər vacibdir ki. Mənə elə gəlir ki, bütün adamların, o cümlədən də mənim daxilimə o kompüterə proqram yerləşdirirlər. Elə böyük yaradan o qədər sevgi, o qədər məhəbbət, hüdudsuz, hədsiz yerləşdirib ki, mən onları ötürməsəm, mən çoxdan çatlamışdım indi, partlamışdım indi. Bax, çox maraqlı məqama toxundunuz Seyran müəllim. Həqiqətən də insan var ki, sevgini paylaşanda o daha da artır. Daha da o onu pardaqlandırır. Amma insan var ki, onu paylaşanda əksinə narahat olur. Bilirsən, onun o narahatçılığını da başa düşmək lazımdır. Həmən o sən dediyin mənada narahat olan insanın mənfi obraz qismində görmək lazım deyil bir dəqiqə. Ona görə ki, onda azdır, yazıq qorxur o. Kasıb adam pulun xərcliyini deyir, ay Allah görə sabah nə eləyəcəmi? O fikirləşir ki, sabah məsələn tutaq ki, sevgisiz qalıb nə eləyəcəm. Amma sən sevgini ötür, o Allahın payıdır. Allah yetirər inşallah. Yəni mən yenə deyirəm, fanat deyiləm, amma mən öz təcrübəmdə görmüşəm. Özü sevgini ötürməyəndə ətrafa, o qalır, rəhmətli Mendeleyevin bilmədiyi bir elementə çevrilir və başlayır səni içərdən yavaş-yavaş xirik qurdu kimi yeməyə. Bax, belə bir söz var, onu daha çox ruslar belə ifadə edir ki, şəxsiyə lübit çişinu, yəni xoşbəxtlik
sakitlik sevir. Xoşbəxtlik doğrudanmı sakitliyi sevir? Qətiyyən. Sakitlik. Nə bilim, mən xoşbəxtliyi belə o səsli, küylü, tufan kimi, yağış kimi, belə bir adamı tərpədən qar kimi, bir qasırğa kimi görürəm. Xoşbəxtlik. Sakit ged otur bir səhrada, sakit bir yerdə. Bunun harası xoşbəxtlikdir? Bu bir. İkinci də xoşbəxtlik özü də belə uydurma bir şeydir. İnsan dünyada demişəm bunu dəfələrlə, indi yer gəlir, sənin verişinə də deyirəm ki, insan dünyada əslində 2 dəfə xoşbəxt olur. Bir dünyaya gələndə, bir də dünyadan gedəndə. Onun ikisinin arasındakına da ömür deyirlər, ömür. Amma dünyadan gələndə missiyasız gəlirsən, dünyadan gedəndən sonra missiyanı bitirmiş şəkildə gedirsən və bu aradakı ömür həmin o getməyi necə getməklə təyin edir, yəni necə gedə bilərsən deyə. Missiya heç vaxt bitmir. Bitib tükənməyən 2 şey varsa onun birindən missiyadır. Bitən sadəcə ömürdür, nöqtədir, həyatdır, bitir. Biz təbii ki, missiyada ondan, o adamla bağlı missiya bitir, amma ümumiyyətcə missiya heç vaxt bitmir ki, dünya davam edir, yer fırlanır. İnsanın missiyası həmin an bitir, yəni individual olaraq həmin insanın bəli, ay sonra, missiyası fərd olaraq, həmin an bitir. Seyran tutaq ki, Xudafistəsir çıxır gedir, bəli, onun missiyası da tamam oldu. Amma yaradıcı adamların missiyası ümumiyyətcə davam edir. Seyran, məsələn deyirəm, gedirsə onun yazıları, romanları, povestləri, hekayələri, piyesləri qalır. Adam var bilmir, amma hiss eləyir, bilir ki, bilmir. Adamda var, məsələn, ondan bir şey düzəltmək olar. Amma adam da var ki, bilir və bilir ki, bilir. Bəli. Yəni biz nə zaman bilə bilərik ki, biz bilirik? Yoxsa biz ümumiyyətlə hələ heç nə bilmirik? Adam var bilmir, heç bilmir. Adam var bilmir, amma bilir ki, bilmir. Adam var bilir, amma bilir ki, bilir. Bu dahidir artıq. Yəni bu da biraz bilirsiniz... Bilir ki, bilmək dahilikdir. Adam axı hər zaman öyrənir. Öyrənir. Mənim də sözümdür. Bəzən deyirlər bizdəki adam ölənə qədər öyrənir. Mən bir təcrübəli, azdan çoxdan yaşamış adam kimi deyirəm ki, bəli, adam ölənəcən öyrənir. Amma burada bir balaca yanlış var. Adam ölənə qədər öyrənir, öləndə də öyrənir. Öləndə də ölmək öyrənir, ölməyi öyrənir. Və bunun axırıncı öyrənmək olur. O dünyanın varlığına inanırsınız? Qətiyyən. Bəlkə də bununla əlaqədar ki, bu dünyaya o qədər hail-mail olmuşam, aşıq olmuşam ki, o dünya, bilirsiniz oradan kimsə qayıdıb gəlsə, mənim qohum əqrabamdan qayıdıb gələn olmayıb. Soruşam ki, orada nə var, nə yox ya, tanışlarımla. Ona görə də mən realist adamam, xarakter etibarilə, sevgisi etibarilə, ünsiyyəti etibarilə. Mən əllə toxunan şeyləri, mən göylərdə uçmağı xoşlamıram. Mən torpaq, ən dipsiz göy mənim üçün torpaqdır. Ona görə də o dünyanın varlığına inanmıramsa, deməli cəhənnəmə, cənnətə zadı. Cənnət deyə bax buradır. Oturmuşam Xəzərin qırağında, gözəl bir xanımla söhbət edirəm. Cənnət budur da mənim üçün. İndi başqaları üçün cənnət əgər olsa bir gözəl xanımla söhbət edir, yanında da 1 milyard dollar puldur, o başqa şey, o mənlik deyil. Seyran Səxavət ömrünün bu yaşında nəyə dedi ki, bu mənlikdir və nə yaxşı ki, mənlikdir? Mənə elə gəlir ki, mən hər şeyə qarışa bilərəm və mənə elə gəlir ki, elə hər şey biri çox, biri biraz az. Təkcə mənə aid deyil, bütün insanlara aiddir. İnsanlarlıqdır, o cümlədən mənlikdir. Əgər insansansa, şuurun varsa, müəyyən səviyyən varsa, dünyaya baxmamısan, dünyanı görmüsənsə, deməli, hər şey sənlikdir də. İnsansan. Özdə sən həm də Allahın belə yaxşı mənada, Allahın ən yaxşı şeiri insandır da, elə deyil. Allah özdə eşitdiyimə görə belə öz yaratdığına yeryüzünün əşrəfi insan deyib və ondan deyərsən fəxr edir bizlə. Amma burada yer gəlmişən olay bir şey deyim. Allah bütün canlılardan fərqli olaraq bizə dil verib, söz verib. Bizə yer kürəsi boyda çox gözəl bir cənnət bəxş edib. Amma biz fərdi olaraq, toplum olaraq
küll halında bəşəriyyət olaraq Allahın bizə etimadını doğrultmadıq. Ona görə də son vaxtlar fəlakətlər bir-birinin dalınca gəlir. Təbiət də böyük canlıdır, həssas canlıdır, insandan da böyük bir canlıdır. Ona görə o yavaş-yavaş 56-cı qisasını da almağa başlayır. Yəni, axırıncı pandemiya. Danışacağıq biz bu barədə. Seyran bəy, təbiətin bizə bəxş etdiyi ən gözəl nemət olan gözəl suyu götürmüşük və təbiətin bizə bəxş etdiyi torpaqda yetişdirilən gözəl bir Hacı çayını da qatmışıq ona, dəmləmişik və bugün təbiətin ən gözəl neməti olan Xəzərin sahilində oturmuşuq və təbiətin ən gözəl neməti olan yazıçı ruhunun qonağıyıq və bundan gözəl nə olsun? Çaydan içməyi sizə təklif eləyirik və bu dəqiqələrdə bizə Hacı Seylon çayları bəxş eləyir. İçin çayımızdan qısa fasiləmiz var. Yaxşıdır. Yaxşıdırmı? Mən çay xoşlamıram, amma yaxşı. Mən dağlar uşağıyam. Mənimki sudur. Çay gəlib Bakıda içmişik. Hacı Seylon çaylarının baş sponsorluğu ilə Xəzərin sahilindən sizi salamlayırıq. Seyran Səxavət bizim qonağımızdır. İllərdir öz qələmi ilə, öz sözü ilə, öz tərzi ilə hər zaman bizim olan Seyran Səxavət buradadır. Qısa aradan sonra yenidən burada olacağıq. Hacı Seylon çaylarının baş sponsorluğu ilə Xəzərin sahilindən bir daha sizi salamlayıram əzizlərimiz və bugün Xəzərin sahilində sevilən qələm insanı, ruh insanı və illərdir hər zaman özünə məxsus tərzi ilə, düşüncələri ilə bizim qəlbimizi xoş edən qələm sahibi Seyran Səxavət bizimlədir. Və biz bütün bəşəri münasibətləri burada təhlil edirik. Seyran bəy, bayaq çox qəşəng bir ifadə işlətdiniz. Biz hamımız bəşəriyyətin, kainatın bir parçasıyıq. Və bu məqamda bizim dəyərli akademikimiz Qara Mustafayevin bir fikri yadıma düşdü. O deyirdi ki, insan bioloji varlıqdır. Bu aydındır, aksiyondur. Və insan təbiətin bir parçasıdır. İnsanın sadəcə beynindən o şuuru alsaq, o instinktiv heyvani hisslərə malikdir. Mən bunu ona ata haqqında, ata modeli haqqında sual verəndə belə bir cavab verdi. Soruşdum ki, Qara müəllim, ata obrazı cəmiyyətdə kimdir? Ata modeli necə olmalıdır? Dedi ki, ay bala, ata obrazı və ata modeli yoxdur. Yəni, bu canlıların içərisində sən erkəyin beynindən şuurunu, düşüncəsini alsan, dil qabiliyyətini alsan, o sadəcə bir bioloji varlığa və heyvani instinktə malik bir varlıqdır. Sadəcə biz onu şuurumuzla, tərbiyəmizlə, danışığımızla onun üzərinə o missiyanı yükləyirik. Siz necə fikirləşirsiniz? Bu belədir? Mən belə fikirləşirəm ki, bu yaxınlarda bir 5-6 gün bundan qabaq bir qadından tanış oldum. Deməli, Masallının Kirovka kəndində. İndi adını dəyişib Biləş qoyublar. Özdə o qadının 2 adı var. 2 adı məşğul ediblər, belə deyək. Fizzə xanım və Rüsxət xanım. O, mənə bir söz dedi, özü 10-cu sinif qutarıb. O qədər ağlıma batdı ki. Dedi ki, gördüm bu dərin xanımda, böyle bak, belə bu cür, bu səviyyədə söhbət elədik. Dedi ki, Seyran müəllim, sizə elə gəlmirmi ki, siz də elə sizin taytuşlarımızda, yoldaşlarımızda, sənət adamları, rəssamlar, bəstəkarlar, yazıçılar, şairlər və s. Həddindən artıq dedi, o qədər dərinə gedirsiniz ki, o qədər dərinə gedirsiniz ki, sonra o dərinlikdən çıxa bilmirsiniz. Dedi, Allah yoradı batıb sizi yer üzünə, başınızı aşağı salın, savadımıza və qabiliyyətimizə uyğun səviyyədə yaşayın, bu dünyada keyf eləyin də. Mənim çox ağlıma batdı. Sizin verdiyiniz bax bu suala həmin o Fizzə xanımın cavabı ilə mən cavab verərəm. Çünki bu adam bir var, mən həmişə deyirəm, Fəxriyə xanım, bir var kitab. Kitab həyatın əla, keyfiyyətli kserokopyasıdır, düzdürmü?
orijinal kitab həyatın özüdür. Bax o qadın, o Fizzə xanım 10-cu sinifi qutarıb cəmisi. Özə maşallah uşaqları, nəvələri, nəticələri. Saat o tək yaşayır, uşaqlar hamısı dağılıb da uçub gediblər. Quş kimi. Necə vaxtı ilə sən uçmuşsan, biz hamı. Böyük həyatı var ilahi. Tək qadın nə boyda təsərrüfatı idarə edir. Həyat, o torpaqda bitən ağaçlar, güllər, çiçəklər bir yana, bəlkə bir 150 dənə dipçəkdə güllər yetişdirir. Deyirəm, usta həyat hamısı cənnətdir, neynirsən bu bir belə gülü? Deyir, o olmasa mən bekaf oluram, darıxıram. Bax, iş budur. Bildin mi? Yəni, çox dərinə. Bilirsiniz, biraz da bunun daha dərinə getsək, bax o dediyi kimi, fəlsəfi bir məqamı var. Baxın, deyirsiniz ki, həyat gül çiçəklə doludur, amma adam dipçəkdə 150-dən çox gül əkir. Bəli. Sanki insan özü də fərqinə varmadan təhtərşuur olaraq təbiəti mənimsəmək istəyir. Haşa. O dipçəkdə onu əkmək, onun psixoloji bir diktəsidir. Yəni o onu götürüb kənarda torpaqda da əkib buraxa bilər. Bir dəqiqə orada bir məqamı var. Çox düz dedin. Mən indi yadıma açdı. Orada bir söz, o soruşanda ki, bir belə bağ-bağat gül çiçəkdə neyinirsən? Dedi ki, çox qəribədir. 10-cu sınıfı qutarasan, özdə kənddə pis çıxmasın da. Dedi ki, bax görsən o gülləri apardı yerdə, torpaqda bir tane göstərdi. Dedi, bunlar, mən elə gəlir ki, bunlar şikəst güllərdir. Bunlar hərəkət edəmir. Amma bu dipçəkdəki güllər, bunlar hərəkət edə bilir. Buradan pəncərənin qabından parf qoyuram, hara istəyirəm ora, hərəkət edə bilirlər. Hərəkətdə olan gözəllik. Təsəvvür edirsən. Amma yenə də gəlirik o məqama. İnsan istəyir ki, təbiətə diktə etsin. İnsan o gülün yerinə qərar verir. Mən burada olmaq istəyirəm, yoxsa burada olmaq istəyirəm. Mən burada görünmək istəyirəm, yoxsa burada. Onu bir zəhmət insan icazə versin ki, gülün özü o qərarı versin. Bilirsiniz, biz təbiətə insan olaraq hər zaman diktə eləmək istəyirik. Sən yenə getdin o akademik deyən dərinliyə. Gül özü necə qərar verə bilər? Akademikin dediyi o dərinliyi cavabını yenə də sizdən almadım, amma qoy bu sözünüzə bir cavab verim. Gül necə deyirsiniz, təyin edə bilər öz yerini, eləmi? Sual verirsiniz. Sizə soruşum sizdən, mən də sizdən. Həmişə aparıcılar soruşur, bir dəfə də qonaq soruşsun. Siz doğum gününüzü, harda doğulmağı və kimin evladı olacağınızı təyin edə bilərsiniz bir gül parçası olaraq. Hə, yox. Yox. Yox da qutardım. Amma argumentlə cavab vermə şansın varmı? Həmişə. Aha. Yəni ki, bunu mən təyin edə bilmədiyim üçün o gülün də hansı münbit torpaqda, günəşin hansı tərəfindən düşüb, suyun hansı tərəfindən torpağın içindən çəkmə taleyini də təbiət və Allah verir. Və biz onun yerini dəyişməklə onun funksiyasını sanki dəyişə bilirik. Bax, yenə gəldik sosial məsələlərə. Bugün uşaqlar anadan doğulur və böyük əksəriyyət uşaqlar anaların diktəsi ilə lazım olan tarixdə doğulurlar. Yəni, təbii doğuş, belə deyək, həyata keçmir. Və mən valideynlər tanıyıram ki, onlar istəyir ki, uşaqları bu bürc altında doğulsun deyə həkimə, tarixi özləri deyirlər. Və sizin mənə verdiyiniz sualın birbaşa cavabıdır. Demək ki, İnsanlar da zaman-zaman öz doğum tarixlərini valideyn tərəfindən təyin etdiyi üçün öz taleyini də çizə bilmirlər. Bunlar son dərəcə mən baxan tərəfdən, əgər mənim fikrimi soruşursunuzsa, bunlar son dərəcə mənasız. Bu Allahın marşrutuna qarşı çıxmaq kimi bir şeydir. Bildiniz? Ta ki filan bürc altında doğulub neyniyəsiydik. Heç bizim... Mən 19 yaşında kəndimdən çıxmışam, biz bilməzdik bürc nədir, zad nədir. Gəlib adam olmadıq, oxumadıq. Bu insanların, Rus deyiri, at neçevo делать, belə mənasız işlərlə məşğul olmaqlardır, inanın mənə. Ondan sonra, bax, o cür şeyləri sifariş verirlər, həkimlə danışırlar. Burada hər şeyi açıq demək olmur da. Nələrə sərayət edirlər ki, mənim evladım filan bürc altında doğulsun. İlahi, nə qədər mənasızlıqdır. Nə qədər mənasızdır. Bürc dünən sürağayın çıxıb da, düzdürmü Fəxriyə xanım? Bəli. Bürcə qədər
Azərbaycan xalqı 1 milyon 200 min il tarixi var. Biz yaşamamışıq, adam olmamışıq. Bu nə hoqqabazlıqdır, bu nə belə, nə bilim, mənasızlığın Eyfel qülləsi səviyyəsində olan bir şeydir. Əssalam, mən belə şeyləri qəbul eləmirəm. Özdə mən biraz köhnə görkə bilərəm bu fikirlərimlə. Amma mən bütün dünyanı tapdalamışam, bütün dünyanın, Şimal Buzlu okeanından başqa hər yerdə olmuşam. Avropa, Afrika, Amerika, hara deyirsən də, özdə turist kimi, alverçi kimi yox, öyrənə, oxuya. Bu nə mənasız şey? Yaxşı, onda mən bir şey deyim, hələ mən 19 yaşında olanda qəzetdə oxumuşdum ki, Amerikada yarış keçirdirlər. Şalban yoxdur, dirək, elektrik dirək, yoğun belə. Kim onun başında neçə saat dik dura bilər? Bunun bir mənası var, kişinin qızı. Yox, təbii ki. Bax, bu sən dediklərin hamısını oxşur. Mən qoç bürcüyəm də, qoçam. Martın 23-də doğulmuşam. Güya mən, məsələn, dekabrda doğulsaydım, nəsə yaxşı olmayacaqdım, yəni, nə bilim, iyulda doğum. Bunlar, bilirsiniz, bunlar, bax, o demokratiya kimi, sonra ictimai təşkilatlar var, dünyada, BMT-dir, AŞPA-dır, nə bilim, dünya ictimaiyyəti deyilən bir şey var. Bunlar hamısı uydurma, nə qədər uydurmadısa, onlar da o qədər uydurmadır. Reallıq başqa şeydir. Nədir reallıq? Reallıq mənbəxdən sizə açmaq istədiklərim. Bax, reallıq budur, qısa. Gördüyümüz. Bu kütləvi informasiya vasitəsində mən durub burada terminlərlə də danışa bilərəm. Reallıq budur ki, Seyran Səxavət efirdə götürdü bu kruşkanı, çaşkanı ya dolçanı, camı götürdü, bunu içdi. Əli ilə. Bax, əlimlə toxuna bilirəm. Mən realistəm. Əvvəl realist, sonra ondan doğan romantikaya getmək olar. O da həmişə yox. Bax, bu reallıq budur. Seyran müəllim, sözümüzün əvvəlində dedik ki, Seyran Səxavət öz həyat ssenarisinin qəhrəmanıdır və o xüsusi onun üçün yüklənmiş proqram əsasında həyatını yaşayır. Və bugün real dediyimiz, bax bu məqamlarda Seyran Səxavət öz həyat janrını təyin edə bildimi? Çox maraqlı sualdır. Deyirlər, qonaqlar, aparıcılara, yarınmaq üçün deyirlər, amma mən yarınmaq üçün demirəm. Doğrudan bana. Bax, görsən, təzədir bu mənim üçün, janr məsələsi. Bəli, həyatda bəlkə də neçə milyard adam varsa, hərəsinin öz yaşam janrı var. Bəli. Mən janrımı müəyyənləşdirməmişəm. Amma belə ruhən hiss edirəm ki, ətrafın az-çox dəstəklədiyi, ətrafın az-çox bəyəndiyi bir janrıdır. Heç adı olmalıdır ki, el adın Seyran Səxavət janrı var. Nə olar? Eləmi elə? Qoyaq. Yəni, amma bunun fonunda icazə verin o janrdan qidalanan bir tamaşaçı kimi, seyirci kimi. Çünki bəzən hekayələr nəsr şəklində yazılır və onu oxucu oxuyur. Amma sizin həyat hekayənizi biz izləyirik. Ona görə bax bu izləyici kimi deyək ki, sizin janrınız çox işıqlıdır, çox gözəldir, sevgidən yoğrulan, obyektivlikdən yoğrulan, hər şeyi öz adı ilə çəkmək cəsarətini öz azad ruhunda sirayət etdirməyə bacaran bir insanın janrı da maraqlıdır, gözəldir və rəngi də əlvandır. Ruhların da rəngi var, bilirsiniz? Xoşuma gəldi. Ruhların rəngi haqqında heç nə deyəməyəcəm. Bəlkə sən kömək eləsən nəsə deyə biləm. Çünki mən daltonikam, mən rəng tanımıram. Mənim üçün ağappaq var, qapqara var, sapsarı var. Bax, məsələn, dörd ayaqlılardan da mən o cəhətdən qurdla qohumam. Canavar da rəng tanımır. Canavar. Yəni, ona görə də ruhum... Bunu məcazi mənada dediniz, yoxsa doğrudan rəngləri seçə bilmirsiniz? Doğrudan rənglər seçə bilmirəm. Seçirəm, o təmiz adamlar olduğu kimi təmiz rənglər var. Natəmiz adamlar olduğu kimi qarışıq. Xalqda bir söz var, 40 çalanın damazlığı. Xalq onu biraz öz bildiyi kimi bədii tərəfdən deyir. O mənada, başqa məna yoxdur, bunun ayrı mənası da yox. Seyran müəllim, sizə gəh Seyran müəllim, gəh Seyran bəy, gəh hörmətli insan, yəni ki, bütün xitabları sizə yaraşdırmaq olar.
çayımızdan içək. Çayı sevməsəniz də Hacı Ceylon çayının məncə dadına baxmağa dəyər. Bunu harda buraxırlar bu çayı? O Azərbaycan brendidir və Azərbaycanda istehsal olunur. Məhsulların özləri isə Şri-Lanka torpaqlarında yetişdirilir və təmiz, ekoloji yetərincə keyfiyyətli bir çay növüdür. Verilişimizin sonunda sizə ondan gözəl bir hədiyyəmiz olacaq. Biz sizə çayı sevdirəcəyik. Bilseydim çoxdan gələrdim. Biz sizin həyatınızı dəyişəcəyik. İnşallah. Seyran müəllim, həmişə mən ona zəng etdim çağırmaq üçün. Nə dedi Seyran müəllim? Seyran müəllim dedi ki, o yerdə mənim gözüm var idi qızım. Mən o verilişə gəlmək istəyirəm. Bax, ən ali və ən gözəl kürsümüzdə əyləşib öz səmimi sevgisi və məhəbbəti ilə bu gözəl dəqiqələri sizə Hacı Ceylon çayları bəxş eləyir. Qısa bir aradan sonra buradayıq və Seyran müəllim, sizə bir sürprizim də var, biləsiniz. Yaxşı. Hə. Nədir o elə? Onu deməzlər. Hətta sürpriz olmur ki onda. Qısa aradan sonra buradayıq, siz də kanalı İnşallah, dəyişməyin. Dostlarımızı, əzizlərimizi ətrafımıza yığmışıq, gözəl bir samavara od vurmuşuq və əsl çay olan Hacı Ceylon çayından isə dəmləmişik. Bundan gözəl nə ola bilər? Niyə Hacı Ceylon çayları? Ona görə ki, çayların tərkibində olan 300-dən çox kimyəvi birləşmələr məhz Hacı Ceylon çaylarında var. Yetər ki, onu yaxşı və keyfiyyətli dərəcədə dəmləyəsiniz. Bəs Hacı Ceylon çaylarını hardan seçib almaq olar? Çox düşünməyə ehtiyac yoxdur. Hacı Ceylon çayları şəhərimizin bir sıra marketlərində və o cümlədən dəyişməz ünvan olan Tayqa ticarət marketlərindən əldə edə bilərsiniz. Ünvan dəyişməz olaraq qalır. Və Hacı Ceylon çayları niyə keyfiyyətlidir? Ona görə ki, Şri-Lanka torpaqlarında yetişdirilən kollardan hazırlanır və bir neçə növləri var. Yaşıl rəngli qablaşmada olan pekoya çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə iri yarpaqlı yaşıl çaydır ki, bu çayları da xanımlar daha çox sevir. Daha ətraflı məlumat almaq istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Və əmin olun ki, əsl keyfiyyətli Azərbaycan brendidir və hər bir evdən imtina edilməyəcək təklifdir. Hacı çay, imtina edilməyəcək təklif. Reklamlarımız bitdi. Biz də bu fasilədə Hacı Ceylon çaylarının dadına baxdıq və sizə də tövsiyə edirik, alın, marketlərdə var, Tayqa ticarət mərkəzlərində var və siz də dəmləyin, yay fəslidir, samavar çayından içməyin xüsusi yeri var və Seyran səxavət fəlsəfəsi, Seyran səxavət ruhu və Seyran səxavət yaradıcılığının bugün biz qonağıyıq Xəzərin sahilində. Seyran müəllim, bax, bu qədər suallar tərtib eləmişəm, bu qədər sizi araşdırmışam, təsəvvür edin ki, qoy belə göstərim. Yazılarınız, sözləriniz, fikirləriniz və bugün biz tamamilə başqa bir aspektdə danışırıq. Heç bu araşdırdıqlarımın heç birinə hələ toxunmamışıq. Niyə? Ona görə ki, yetər ki, bir ipucu verək, yetər ki, ümumbəşəri bir söhbət edək, sualdan sual, sözdən söz, münasibətdən münasibət və gözdən göz, hissdən hiss qaynaqlanır. Ən əsası. Ən əsası və söhbətin dadı da, duzu da, söhbətin səmimiyyəti də, söhbətin olduğu kimi olması da məhz bundan qaynaqlanır. Hesab edirəm ki, bax, bu enerjini biz tamaşaçılara ötürə bilirik. Çünki Seyran səxavət dedikdə artıq düşünürəm ki, hər kəsə bu imza bəllidir. Niyə bax belə düşünürəm ki, deyirəm? Çünki gənclər artıq bir balaca yeni nəsli tanıdığına görə, səhv eləmirəmsə, Əlibala Hacızadə ilə söhbət əsnasında Əlibala Hacızadəni tanıyan olmamışdı. Siz demişdiniz ki, narahat olma Əlibala, o gənclərin valideynləri səni tanıyır. Yox, belə olmuşdu. Canlı veriliş gedirdi universitetdə. Çox qəribədir, ədəbiyyat fakültəsinin tələbələri ilə. Əlibala Hacızadə məşhur yazıçıydı, İkin gəlin filan. Mən də ki, belə soruşdular tələbələrdən ki, Əlibala Hacızadəni tanıyırsınız.
Üzünə qarşı dedilər ki, yox. Aha. Sonra aparıcı Nərgiz xanım, tənqidçi soruşdu ki, Əlibala müəllim, necə baxırsınız, sizi tanımırlar. O dedi ki, vallahi neyiniyim tanımırlar, indi mən nə ayırım ki, bəs mən çoxlu məktublar alıram. Belə bitdi. Sonra Əlibala ilə olan şeyi məndən soruşdu, mənim haqqımda soruşdular. Tələbələrdən ki, Seyran Səxavəti tanıyırsınız. Ola dedi, yox. Qızıl-qırmızı dedilər ki, yox, tanımırıq. Sonra aparıcı təbii məndən soruşdu ki, bax sizi tanımırlar, necə baxırsınız? Dedim, ay uşaqlar, siz məni tanımırsınız, sizin mamalarınız məni yaxşı tanır, mamalarınızdan soruşun. Doğrudan mən çox popülər, üzr istəyirəm, şair kimi mən gəlmişəm ədəbiyyata, çox popülər olmuşam. Və mənim bir şeirim, bütün qızların o gündəlik yazırdılar. İndi o şeirə mahnı da yazıb, Məhəbbət Kazımov oxuyur. Ay ilk məhəbbətim, son məhəbbətim. Aha, o sözlər sizindir. İşte sizə sonra onu oxuyaram, həsr eləyərəm sənə. Elə indi oxuyun. Hə, ilk məhəbbət, son məhəbbət. Sən nə istəyirdin, nələr itirdin? Qorxma kül olmaqdan, yan məhəbbətim. Sən mənim başıma nələr gətirdin, ay ilk məhəbbətim, son məhəbbətim. O parlaq sevgimdən çox utanıbdan, ulduzlar eşqimdən qızartı dərmiş. İnsanlar bir dəfə doğulduğundan elə bir dəfə də sevə bilərmiş. Mənəm milyard naxış səpmişəm göyə, de varmı hesabı naxışlarımın? Kipriklər özgüyə baxmayım deyə çəkir keşiyini baxışlarımın. Elə sızıldayır qəlbim tar kimi, sən kimin eşqini daşıyacaqsan? Bəlkə də divarlar, maşınlar kimi sən də məhəbbətsiz yaşayacaqsan. Burada tənhalıqdan lap iyrənmişəm, qoy meh sığallasın telini sənin. Gedib 72 dil öyrənmişəm, hələ tapmamışam dilini sənin. Aynen, var axılı. Sən bir soyuq ulduz, mən gözləri nəm. Eybi yox, mənim üçün həmişə varsan, sıxma ürəyimi, ürək cəhənnəm. Axı sən oradasan, sən sıxılarsan. Seyran Səxavət 22 yaş. Nə gözəl. Və bu ifadə hələ də indi aforizmlər kimi sosial şəbəkələrdə yazılır ki, sən ürəyimi sıxma, onun içində sən varsan, sən sıxılarsan. Bəli. Sonra bu şeir bizim arvadın xatirə dəftərindən də çıxdı. Əsas məsələ. Buradan xanımımızı da salamlayırıq. Və bildiyim qədərilə Ramiz Rövşənin qıza sevgi etirafı da sizdən keçib. Biraz utancaqdı, ev uşağı idi. Ona mən elə dəstək olmuşam. O vaxtda bir mən qıza getdim, dedim belə-belə də bu əsir yesir olub, dəli divanədir, dedi. Siz məni istəyirsiniz, yoxsa o, dedim, o dedi, özü gəlsin də. Nə bu özü getdi, nə o gəldi. Ramizin o vaxtları 2 bəndi yadımdadır, o qıza yazmışdı. Deyir ki, mən ki səmalarda uça bilirdim. Duyğular qanatlı pərvaz quşam mən. Mən səni özümdən uca bilirdim, özümü nə qədər alçaltmışam mən. Ürəyi söz dolu küsürlər tək, biz qoşa gəzərik, qoşa dünyada. Səni ilk eşqi tək yaşadar ürək, mənim nifrətimsən, yaşa dünyada. Ramiz Rövşən 19 yaş. Və əslində Ramiz Rövşən özü etiraf eləməyib sevgisini, hələ bir qıza da küskünlük ifadə edir. Ay sağ ol. O haqsız şeirdir. Orada kətçilik eləyib o. Yaxşı iş gördün. Düz tutdun sən. Yəni bir zəhmət qız nə deyib ki? Qız deyib ki, gəl özün etiraf elə. Bəlkə də özü gəlsəydi. İndi bu da biraz utancaq zadıdan o vaxt, sonra düzəldi, hamısını bərpa elədik. Seyran müəllim, zaman daralır, bizə işarə eləyirlər. Mən sizdən doymuram və sizə verəcəyim suallar, sizə deyəcəyim o qədər gözəl sözlər var ki, amma mən burada tək deyiləm və sizə sual verənlər, sizə münasibət bildirənlər var. Gəlirik söhbətimizin sürpriz məqamına. Hazırsınız? Mən həmişə elə... Necədir ümumiyyətlə sürprizə münasibətiniz? 46-cı il mart ayının 23-dən
elə sürprizlər görmüşəm, görə gəlmişəm. Gözəl bir xanım sizə gözəl bir sözlər deyir. Gözəldirsə, Çox gözəldir. onda gözəl də cavab olacaq. Sən niyə deyirəm gözəldirsə, nənəm rəhmətli deyirdi ki, qalalı qız idi, Şuşalı. Aha. Onlar özünə qalalı deyir. Deyir, evdə adamın pişiyi də qəşəng olmalıdır. Hə, görürsüz? Elə. Estet imiş. Estet, ay sağ ol. Buyurun. Seyran müəllim çox maraqlı bir şəxsiyyətdir. Bugün mən onun haqqında danışmaq, söz söyləmək həm asandır, həm çətindir. Bax, bugün mənim üçün yenə də çox maraqlıdır. Seyran müəllim ədəbiyyata şair kimi gəlmiş və sonradan cəmiyyətə özünü xalq yazıcısı kimi təqdim etmişdir. Ona görə Seyran müəllimə belə bir sualım var. Mənim çox sevdiyim, çox böyük hörmət bəslədiyim Seyran müəllim, görəsən siz özünüzü bugün şair ruhunda hiss edirsiniz, yoxsa yazıcı kimi hiss edirsiniz? Hə, Seyran müəllim. Gözəl bir xanım sizə sevgi etiraf elədi. Söylədi ki, mən onu hər zaman, onun qələmini, onun ruhunu, onun yazılarını sevmişəm. Və əslində mənim sizin üçün öncədən hazırladığım bir sualı indi Lətifə xanım verdi. Mən baxdım ki, Seyran Səxavət yazıcı, Seyran Səxavət şair, Seyran Səxavət dramaturq, tərcüməçi və s. Fikirləşdim ki, Seyran Səxavətə sual verəcəm ki, bax, bunların içərisində ən çox özünü hansı mövqedə görür? Elə həmin sualı dolayısıyla yox, elə birbaşa Lətifə xanım verdi. Şairsiz yoxsa nasir yazıcısınız? Sağ olsun Lətifə xanım bu sevgisinə görə. Kaş onu elə ekran vasitəsilə yox, gəlib yazı Lətifəna birbaşa üzümə qarşı desəydi daha effektli olardı. Nəysə, əlbəttə bu bir zarafat. Təbii ki, bəli. Qaldı şair yazıcı məsələsi. Hörmətli Fəxriyə xanım, şairin də, yazıcının da, dramaturgun da, qəssabın da, hamısının materialı sözdür. Seçdiniz. Yəni, hamımız sözlə işləyirik də. Mən nəsrimi oxuyanlar, tənqidçilər, belə, tutaq ki, Bəxtiyar Vahabzadə, İsmail Şıxlı, Xəllirzə Ulutürk kimi karifey sənətkarlar mənim haqqımda yazdıqları məqalələrdə qəribədir. Hamısı qeyd edib ki, bu nəsri də poeziyadır. Başa düşürsünüz. Yəni, əsas o dildir, dil materialı. Sözü çatdıra dildir. bilmək. O deyirləri, məsələn deyirəm, ta ki, Fəxriyə xanımın bilirsən nə dili var, o ilanı yuvasından, Seyranı Mərdəkandan çıxarlar. Məsələn də belə bir şey, elə mi? Aha. Yəni, bu ikisində mən bir dəfə bir söz demişdim, nəsr və poeziyanın fərqi ilə bağlı. Nəsr mənim daha çox cəlb elədi. Nəsr torpaq işidir, ağır işdir, belə. Mən demişdim ki, poeziya şəhər uşağıdır, şəhər uşaqları. Nəsr kənd uşağıdır. Bax, indi hörmətli Lətifə xanım, ya kənd uşağını seçsin, ya şəhər uşağını seçsin. İkisi də bir beldən gəlib onsuz da. İkisi də sözün belindən gəlib. O kənd uşağı da, yəni... Sözdən yoğrulub. Bəli, sözün belindən gəlib. Mən söz adamlarına həmişə deyirəm ki, biz hamımız qohumuq. Çünki hamımız sözün belindən gəlmişik. Atalarımızın belində qısa müddətli bir dayanmışıq belə. Əslində sizdə bir məqam tutdum, bax bu cavabınızdan. Yəni, sanki bu ona bənzədir ki, bir anadan soruşursan ki, hansı övladlarını sevirsən, o da seçə bilmir. Yəni, bir söz adamına, ruh adamına soruşsan ki, sən hansı əsəri, hansı şeirmi, poeziyamı, yoxsa nəsirmi, o təbii ki, belə cavab verəcək ki, sözdən yoğrulub. Yəni, mənim üçün hər biri birdir. Düzdür. Seyran Səxavət, bugün bizə belə bir gözəl gün yaşatdığınız üçün sizə sonsuz təşəkkür edirəm. Estağfurullah. Enerjiniz mükəmməldir. Ruhunuz çox gözəldir. Ruhun rəngini bilməsəniz belə, amma sizə deyim ki, sizin ruhunuzun çox şəffaf
və əlvan rəngi var. Hə, siz mənim ruhumun rəngini dediniz də mənə. Çox sağ olun. Mən onu görürəm və mən onu hiss eləyirəm. Əmin olun ki, belədir. Çox sağ olun. Bunu gözlərinizin işartısı bizə deyir. Üzünüzdəki yaranan o qırışlar bizə deyir. Çünki körpələr həmişə gözəldir, şirindir. Gəncliyin özü mükəmməllikdir, gözəllikdir. Amma insan 40 yaşından sonra üzündə yaranan cizgilər onun ruhunun, içinin, iç dünyasının bəlirtiləri olur. Və sizin bu cizgiləriniz bizə çox sözü dedi bugün. Var olasınız və söz verdiyimiz kimi burada biz sizə, bax veriliş boyu Mənə nəsə padarka verirlər. içdiyiniz, sizin padarkanız buradadır. Hədiyənizi veririk, görürsünüz. Belə üzlü qonaq görmüsünüz. Estağfurullah. Veriliş boyu içdiyiniz və bəyəndiyiniz Hacı Seylon çayıdır. Çox sağ olun. Mərdəkanda yaşayırsınız. Qəşəng gedin orada samavarı qalayın. Samavara ot salın. Ocağı qalayarlar, samavarı qalamazlar, ot salarlar. Bax bunu bilmirdim. Samavara ot salın, Ay, Hacı Seylon çayını dəmləyin və əzizlərinizlə için bizi xatırlayın. Çox sağ olun. Təşəkkür eləyirəm. Çox sağ olun. Dəvətinizə görə. Estağfurullah əzizim. Xeyr, çox məmnun oldum. Qarşılıqlıdır, qarşılıqlıdır. Sağ ol. Seyran Səxavət imzası sevgidir. Seyran Səxavət imzası öz həyatının janrını təyin edib qəhrəmanı ola bilmək cəsarətidir. Seyran Səxavət bugün bizimlə idi və biz də bol sevgilərimizlə sizinlə bərabər olduq. Görüşmək ümidi ilə Allah amanında və bu saç və makiyaj, bu gözəlliyim üçün Aysun'a təşəkkür edirəm. Aysun'un əl işləri mükəmməldir. Gözəllik üçün bütün kosmetik prosedurları isə bizim dəyərlimiz Rena Ocağova eləyir. Və bu gözəl məkanda, yaxt klubda, Xəzərin tam da ortasında sizinlə bərabər idik. Görüşmək ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Seylon çayları.